Salam, efirdən marşdır. INST ölkəmizin müdafiəçilərinin efir vaxtı başlayır. Bu dəfə ölkəmizdə keçirilən ADEX 2014 silah sərgisində gördüyünüz silahları istehsal edən müəssisədən geniş reportajımız olacaq. Eləcə də son hərbi yenilikləri çatdıracaq. Düz 21 il əvvəl bu məqamlarda Horadiz istiqamətində gedən qanlı döyüşləri olduğu kimi göstərəcəyik. Amma göstərəcəklərimiz təkcə bunlar deyil. Anonsumuzu izləyin. Azərbaycanın yeni snayper tüfənglərini, atıcı silahlarını istehsal edən Müdafiə Sənayesi Nazirliyinin müəssisəsindən maraqlı reportajımız var. Biləcəksiniz ki, ölkəmizin silah ustalarının hazırladığı hansı silahın bu il seriyalı istehsalına başlanacaq. Cəbhə xəttində erməni silahlı birləşmələrinin kəşfiyyat, diversiya əməliyyatları, atəşkəs potuntuları daha da artıb. İşğalçı düşmənin hədəfində daha çox cəbhəyanı yaşayış məntəqələridir. Son hərbi yeniliklər hər bir xəbərdə. 21 il əvvəl Horadiz əməliyyatı kimi tarixləşən döyüşlərin taleyi Ali Başkomandan Heydər Əliyevin bir əmri ilə uğura doğru dəyişdi. Hücumun zərbəsinin nəticəsində bir gün ərzində onlar verən məlumatın əsasında öz komandanlığa 500 nəfərdən yuxarı itki vermişlər və onların hücum əməliyyatı orada alınmamışdır. Birinci Qarabağ Savaşının odlu alovlu görüntüləri, müharibə olduğu kimi Rahib Qəriblə marş davam edir. Dünya silah bazarında üstünlük əldə etmək, təkcə küllü miqdarda böyük pul və vəsait əldə etmək demək deyil. Bu həm də dünya silah bazarında üstünlüyü ələ alan ölkənin dünya siyasətində böyük təsir gücünə malik olması deməkdir. Ona görə də dünyanın inkişaf eləmiş ölkələri dünya silah bazarında öz gücünü, çəkisini qoruyub saxlamağa çalışır. Bu sahədə ən böyük hadisə isə ölkəmizdə ötən il sentyabrda ev sahibliyi elədiyimiz ADEX 2014 Beynəlxalq Müdafiə Sənayesi sərgisi oldu. Bu sərgidə biz öz silahımızı da sərgilədik və dünyanın neçə ölkəsinin hərbi sənayesinin istehsal elədiyi müdafiə təyinatlı məhsulları sərgilədik, izlədik. Bu sərgidə izlənən atıcı silahların sırasında Azərbaycan istehsalı olan müxtəlif avtomat silahlar, hücum pulemyotu, eləcə də yalquzaq və yırtıcı adlı snayper tüfəngləri də var idi. Bu dəfə məhz bu silahları istehsal edən müəssisədə olduq və bu müəssisədə yenidən qurulan, dünyanın inkişaf eləmiş ölkələrin təcrübəsinə əsaslanaraq müasir hərbi texnologiyalar əsasında qurulan istehsal xətti ilə də yaxından tanış olduq və bizim istehsalımız olan silahımızın keyfiyyətini də yaxından izləyib gördük. İndi siz də izləyin. Azərbaycanın adı artıq silah bazarında təkcə alıcı kimi deyil, öz silah və döyüş vasitələrini, onlarla müdafiə təyinatlı məmulatını bu bazara çıxaran ölkə kimi də çəkilir. Ötən ilin sentyabrında ölkəmizin ev sahibliyi elədiyi ADEX 2014 silah sərgisini isə Azərbaycan istehsalı olan silahların ən böyük paradı hesab etmək olar. Bu dəfə Müdafiə Sənayesi Nazirliyinin müəssisəsinə elə ADEX sərgisində ilk dəfə nümayiş olunan atıcı silahların snayper tüfənglərinin sorağı ilə üst tutduq. Bu silahların böyük bir hissəsini istehsal edən Şərq İstehsalat Birliyinin İqlim Elmi İstehsal müəssisəsinə gəldikdə isə daha böyük yeniliklərin şahidi olduq. Əsas yenilik isə budur ki, ölkəmiz artıq atıcı silahların istehsalında heç bir digər qüvvədən asılı deyil. Lisenziyası alınaraq təkmilləşdirmələr aparılan müxtəlif atıcı silahlar lülə hissəsindən başlayaraq qundağına, kiçik vinçiklərinə qədər Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində hazırlanır. Bütün təkmilləşdirilmə işləri ilə demək olar ki, yeni məhsula çevrilən hücum pulemyotları, müxtəlif hissələri tam olaraq yenidən işlənib hazırlanan avtomat silahlar, sırf Azərbaycan silahı olan snayper tüfəngləri, artıq silahlı qüvvələrin arsenalında olan milli tapançalar. Bütün bu silahları öz hərbi sənaye müəssisələrimizdə Azərbaycanlıların hazırlaması onların keyfiyyətinə, atəş gücünə də təsir edir, davamlılığına da. Bugün müəssisədə AK-74M tipli Kalaşnikov avtomatı, müxtəlif çaplı universal 7.62-54, universal pulemyotu, tank pulemyotu, müxtəlif çaplı snayper tüfəngləri hazırlanır.
biz sizə atıcı silahların lülələrinin ilkin xammal vəziyyətini göstərəcəyik. Və gördüyünüz kimi avtomat silahın lüləsi ilk vəziyyətdə bu şəkildə olur. Sonra döyülərək arkada gördüyümüz dəzgahda həmin xammal, həmin metal parçası bu vəziyyətə gətirilir və sonda artıq lülə şəklinə salınır. Yəni bu diqqət tələb edən, çox ciddi dəqiqlik tələb edən böyük bir prosesdir. Burada balaca bir detallar görürük. Bunlar isə tapançalarının lülələri üçün ilkin xammal materialıdır. Yəni ilk variantda belə olur. Bu dəmirlər də metal parçalarda döyülərək tapança lüləsi şəklinə gətirilir. Gördüyünüz kimi də hər addım başı burada mütəxəssislər müdaxilə edirlər prosesə və eləcə də avtomatın müxtəlif zərbə mexanizmlərinin hissələri də burada hazırlanır. Məsələn, zərbə mexanizmlərinin müxtəlif ştok hissəsi görürsünüz siz indi. Mütəxəssisimiz onun müxtəlif parametrlərin müəyyən bir cihazda test edir, yoxlayır. Eləcə də lülələr də müxtəlif yerlərdə test olunaraq onların parametrləri dəqiq yoxlanılır. Bütün proses anban mütəxəssislər, burada işləyən əməkdaşlar tərəfindən izlənir, nəzarət olunur. Müəssisə rəhbərliyi ilə söhbət zamanı öyrəndim ki, müasir texnologiyalara uyğun müxtəlif inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək qurulan istehsal sahələrində hazırlanan silahlar özəl olaraq Azərbaycana məxsusluğu ilə seçilir. Azərbaycan silah ustalarının ənənəvi silah istehsalında irəli sürdüyü səmərələşdirici təkliflər artıq dünya silah bazarı nəhənglərinin belə diqqətini çəkir. Adi misallarda dediyimiz fikri aydınlaşdıraq. Hamının tanıdığı Kalaşnikov markalı avtomat silahına o qədər yeniliklər edilib ki, bu silah artıq sələfindən əsaslı şəkildə fərqlənir. Silahın əl tutacaq hissələri, qundağı əvvəlkilərdə dəmir və taxtadan hazırlanırdısa, indi daha davamlı və rahat plastik materiallardan hazırlanır. Yüksək texnologiyalarla hazırlanan silahın lülə hissəsi də daha çox sayda atışa yararlıdır. Azərbaycan istehsalı olan Kalaşnikov avtomatının çəkisi də xeyli azalıb. Hücum pulemyotunda isə uzun qatarlarla atəş zamanı lülə qızmasın deyə onun üzərinə soyutmaq üçün məsaməli dəmir lövhə əlavə olunub. Müdafiə Sənayesi Nazirliyinin Şərq İstehsalat Birliyi və birliyin müəssisələrindən birindəyik indi biz. Burada İqlim Elmi İstehsal Müəssisəsinin mexaniki istehsal sahəsində avtomat silahların, eləcə də tapançaların müxtəlif hissələri də hazırlanır. Gördüyünüz kimi lazer dəzgahında lazerlə kəsilərək hazırlanır bu detallar və o detalların nümunələrini indi siz burada görürsünüz. Və belə demək olar ki, avtomat silahın bütün hissələri Müdafiə Sənayesi Nazirliyinin bu hissəsində, bu müəssisəsində hazırlanır özdə yüksək texnologiyaların hesabına. Bu İqlim İstehsalat Müəssisəsində hazırlanan avtomat silahın ən vacib hissələrindən biridir, lülə hissəsidir. Gördüyünüz kimi bu xətt üzrə həmin bu lülələr detal olaraq emal olunur, müxtəlif emal proseslərindən keçir və hazır vəziyyətə gətirilir. Ümumiyyətlə burada bütün proseslər insan əli qarışsa da mütəxəssislərimiz bu dəzgahları idarə eləsə də mexaniləşdirilmişdir artıq. Yəni tam rahat istehsal sahəsi yaradılır. Bütün bir xətt boyunca istənilən detal rahatlıqla bu dəzgahlara müəyyən proqram verməklə hazırlanır. Atıcı silahların və xüsusilə də avtomat silahın yığılma prosesini biz ardıcıl izləyirik və sona doğru artıq yaxınlaşırıq. Gəldiyimiz bu sahədə gördüyünüz kimi müəyyən bir hissəsi, natamam yığılmış hissəsini görürük. Bayaq göstərdiyimiz lülə artıq korpusa otuzdurulub və bir qədər sonra biz bu yığımın tam şəkildə aparılacağı sahəni də sizə göstərəcəyik.
Azərbaycan istehsalı olan Kalaşnikov avtomatı. Bu artıq tam ölkəmizin istehsalı olan atıcı silah hesab olunur. Çünki onun bütün hissələri İqlim Elmi İstehsal müəssisəsində hazırlanır və gəldiyimiz bu sexdə yığılaraq bax belə hazır vəziyyətə gətirilir. Artıq silahlı qüvvələrimiz Azərbaycan istehsalı olan avtomat silahlardan istifadə edirlər. Müdafiə Sənayesi Nazirliyinin müvafiq müəssisəsində müxtəlif atıcı silahlar, eləcə də müxtəlif çaplı pulemyotlar sonuncu detalına hissəsinə qədər hazırlanır daha doğrusu və biz indi onların nümunələrini görürük. Hücum pulemyotları, belə deyək. Bunların bəziləri yaxın döyüşlər üçündür, şəhər küçə döyüşləri üçün nəzərdə tutulmuş, çəkisi az olan və daha rahat olan, lüləsi də qısa olan belə bir hücum pulemyotu var. Eləcə də yenə də təkmilləşdirilmiş, qundağı dəyişdirilmiş və digər aksesuarlar, belə deyək, gecə görmə cihazları əlavə oluna bilən, bərkidilə bilən pulemyot, hücum pulemyotu da var. Azərbaycan istehsalı olan İstiqlal snayper tüfəngi. Artıq biz bu İstiqlal snayper tüfənginin təkmilləşdirilmiş variantını da görürük. Bu təkmilləşdirilmiş variantın əvvəlkindən fərqi ondadır ki, onun çəkisi 6 kiloqrama yaxın azalıb, eləcə də digər təkmilləşdirmə işləri aparılıb. Bir müddət sonra 14-15 mm çaplı təkmilləşdirilmiş İstiqlal snayper tüfəngi də silahlı qüvvələrimizin arsenalında olacaq. Bura İqlim Elmi İstehsal müəssisəsinin sınaq tiridir. Sınaq tirində avtomat silahların atəş sıxlığı, atəş parametrləri, dəqiqliyi yoxlanılır və sınaqdan çıxarılır. Gördüyünüz kimi bütün proses də avtomatlaşdırılıb, kompüterləşdirilib, kompüterdə bütün parametrlər göstərilir, atəşin sıxlığı görünür, dəqiqliyi görünür və burada müxtəlif dəzgahlarda da həmin atışlara, lülələrin parametrlərinə düzəliş edilə bilir. Eləcə də lülənin ilk yoxlanışı keçirilən təzyiq daha çox olan dəzgah var, atış dəzgahı var. Orada ilk yüksək təzyiqli atışlar aparılır ki, lülənin davamlılığı müəyyən olunsun. Ondan sonra isə atəş sıxlığı, atəş dəqiqliyi digər postlarda mütəxəssislər tərəfindən aparılır və silahın bütün atəş parametrləri dəqiqləşdirilir. İqlim Elm İstehsalat müəssisəsi yeni məhsulların yaradılması üzrə də geniş işlər aparır. Həm snayper tüfənginin, həm hücum pulemyotunun sınaq nümunələri hazırlanmış, sınaqdan keçirilmiş, ona qoyulan texniki tərəflər dəqiqləşdirilmiş və 2015-ci ildə istehsalatdan mənimsənilməsi üzrə işlər aparılacaq. Və mən də elə hesab edirəm ki, 2015-ci ilin axırına kimi həmin silahlar bizim ordunun istifadəsinə təqdim olunacaqdır. İlk dəfə ADEX 2014 Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş olunan Azərbaycan istehsalı olan yalquzaq və yırtıcı snayper tüfəngləri Müdafiə Sənayesi Nazirliyinin bu müəssisəsində istehsal olunur. Yalquzaq snayper tüfəngini elə müəssisənin sınaq tirində yaxından nəzərdən keçirib, atəş açaraq döyüş gücünü yaxın təmasda hiss etmə imkanım olur. Deyə bilərəm ki, çox zəif geriyə təpməsi olan 7.62-51 mm çaplı snayper tüfəngi istifadədə çox rahatdır. Tənzimlənən qundaq hissəsində rahat və dəqiq atəş aparmaq üçün nizamlayıcı dayaq hissəsi, yüksək keyfiyyətli səs boğucu uzunluğu var.
Seriyalı istehsalı aparılaraq artıq bir neçə ildir ki, ordumuzun və digər güc strukturlarının istifadəsinə verilən Zəfər və İnam tapançalarını da Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi İstehsalat Müəssisəsi hazırlayır. Türkiyənin TİSAŞ şirkəti ilə birgə istehsal olunan bu tapançalar artıq istifadədə rahatlığı ilə seçilərək üstün cəhətləri ilə özünü tam doğruldub. Milli istehsalımız olan Zəfər tapançaları, artıq silahlı qüvvələrimizin arsenalında olan bu tapançalar burada istehsal olunur. İqlim Elmi İstehsal Müəssisəsində, eləcə də burada tirdə, xüsusi dəzgahda, stenddə sınaqdan çıxarılır. Sınağı isə mütəxəssisimiz indicə bizə göstərəcək hansı şəkildə sınaqdan çıxarılır. İndi sınaq atışlarını da görəcəyik biz. Buyurun. Bu şəkildə sınaq atışları aparılır. Tapançanın dəqiqliyi, atış dəqiqliyi, atəş sıxlığı və bütün parametrləri belə sınaqdan çıxarılır. Bizim istehsal etdiyimiz snayper tüfəngləri, istiqlal tipli snayper tüfəngləri və gələcəkdə istehsalı nəzərdə tutduğumuz snayper tüfənglərin hamısı yalnız dünyada analogu olmayan, yalnız iqlimə konstruksiyası, iqlimə məxsus olan silahlardır və heç bir yerdə həmin silahdan yoxdur. Siz marşdasınız. Marşda həftənin hərbi mənzərəsi, hər bir xəbərdə. Son vaxtlar işğalçı Ermənistan tərəfinin təxribat diversiya əməliyyatları, ordumuzun cəbhədəki müdafiə mövqelərinə hücumları daha da artıb. Və biz onların ötən il bir neçəsinin şahidi olduq və ordumuzun bölmələri bu hücumların, bu təxribat kəşfiyyat əməliyyatlarının qarşısını uğurla aldı. Yeni ilə yenicə başlamışıq və elə yeni ilin ilk həftəsində də Ermənistan silahlı birləşmələri işğal etdikləri ərazilərimizdən ordumuzun müdafiə mövqelərində, hətta yaşayış məntəqələrində artıq müxtəlif çaplı atıcı silahlardan deyil, hətta qumbar atanlardan, mina atanlardan, yəni artilleriya silahı hesab olunan silahlardan belə atəş açdılar və yaxınlıqdakı cəbhəyanı yaşayış məntəqələrində kəndlərə böyük ziyan vurdular. Bu təxribatların qarşısı hər an alınır və Müdafiə Nazirliyi də bəyan edir ki, ermənilər hər hücumlarında 2 qat itki verib geri otuzdururlar və bu belə də davam edəcək. Bu həftənin mənzərəsini isə Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bu həftədə atəşkəs pozuntularının sayı xeyli çoxalıb. Bu həftə ərzində Ermənistan silahlı birləşmələri cəbhənin bütün istiqamətlərində Azərbaycan ordusunun müdafiə mövqelərini, yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Ermənistan tərəfi yanvarın 5-də 83 dəfə, 6-sında 72 dəfə, yanvarın 7-sində 72, 8-də isə 74 dəfə atəşkəsi pozub. Cəbhənin bütün istiqamətlərində işğalçı qüvvələr ordumuzun müdafiədə dayanan bölmələrinin müqaviməti və cavab atəşlə özləşərək susturulublar. Ötən ilin sonunda cəbhəyanı ərazidə Ermənistan silahlı birləşmələrinə məxsus döyüş helikopterinin vurulması elə ölkəmizin hava hücumundan müdafiə qüdrətini göstərən elementlərdən hesab oluna bilər. Amma bu ilin ilk həftəsində isə ordumuz hava hücumundan müdafiə qoşunlarının hazırlığını yoxladı. Daha doğrusu, ordumuzun təlim poligonlarından birində hava hücumundan müdafiə qoşunlarının zenit raket komplekslərindən istifadə imkanları sınandı. Hava hücumundan müdafiə qoşunlarının şəxsi heyəti Müdafiə Nazirliyinin poligonundakı xüsusi təlim mərkəzində OSA 9A33BM3 zenit raket kompleksləri ilə döyüş tapşırığını yerinə yetirib. Təlimin senarisinə əsasən OSA zenit raket komplekslərinin heyətləri hava məkanını pozan müxtəlif şərti düşmən hədəflərini aşkarlayaraq izləyiblər. Hava hücumundan müdafiə xarakterli təlim döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə qrup halında uçan hədəflər raket zərbələri ilə məhv edilib. 21 il əvvəl Füzuli rayonu istiqamətində keçirilən və indilər Horadiz əməliyyatı kimi anılan hücum əməliyyatları ehtiyatda olan qüvvələrin tez bir zamanda səfərbər olunması və döyüşlərə cəlb olunması ilə başladı və müəyyən mənada uğurla sona çatdı. Bu
Bu əməliyyatlar zamanı Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 kəndi azad olundu. Yanvarın 5-də Horadiz əməliyyatının ildönümü qeyd olundu və bu əməliyyatın iştirakçıları Şəhidlər Xiyabanına, Fəxri Xiyabanını ziyarət etdilər. Yanvarın 5-də Füzuli istiqamətində gedən uğurlu hücum əməliyyatlarının ildönümü qeyd olundu. 1994-cü ilin yanvarında Horadiz əməliyyatı kimi tarixləşən döyüşlərin iştirakçıları həmin uğurlu əməliyyatın keçirilməsində böyük rolu və əməyi olan ümummilli lider Heydər Əliyevin məzarını və bu qanlı döyüşlərdə qəhrəmancasına həlak olan döyüşçü dostlarının xatirəsinə hörmət və ehtiramla yad etdilər. Bir daha xatırlandı ki, xəyanətlər, geri çəkilmələr nəticəsində Beyləqan rayonu ərazisinə qədər gəlib çıxan işğalçılar Horadiz istiqamətində aparılan əks hücumlarla bir neçə gün ərzində qovularaq işğal etdiyi böyük bir ərazidən çıxarılmışdı. Əməliyyatlara rəhbərlik edən zabitlərimizdən olan polkovnik Şair Ramaldanov o döyüşlərin taleyini həll edən bir məqamı xüsusi olaraq xatırlatdı. Hərbi hissəmizin Qaradiz istiqamətində keçirən hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələrin tarixinə qızıl hərflərlə səhifələr yazmışlar. Bir epizodu xatırlatmaq istəyirəm. Artıq onlar bütün qüvvəni yığıb və o istiqamətdə əks hücum keçirtmək istəyirdilər. Biz onların yerlərini müəyyənləşdirmişdik, toplama yerlərini bizim kəşfiyyatın məlumatının əsasında. Ancaq o toplama məlumatı bizə, yəni onun nəticəsində biz hiss eləyirdik ki, bizdə olan qüvvələrlə bizə çətin olacaq onları saxlamaq. Onların məqsədi isə o istiqamətdə əks hücum keçirib, yenidən oranı işğal edib, hətta Beyləqan şəhəri də işğal etmək. Mən Müdafiə Nazirinə müraciət etdim və ondan hava zərbəsi endirməyə kömək istədim. Müdafiə Naziri mənə o vaxtda cavab verdi ki, onun hələ imkanı yoxdur, o ehtiyat ancaq Ali Başkomandandan. Ondan icazə alıb Ali Başkomandana müraciət eləməli oldum və vəziyyəti ona telefonla birbaşa məruzə etdim. Çox az müddət keçəndən sonra artıq Müdafiə Naziri mənə zəng eləyib dedi ki, mən aviatuşlacıları qarşılayım və onlara orada tapşırıq qoyum. O hava hücumun zərbəsinin nəticəsində bir günün ərzində onlar verən məlumatın əsasında öz komandanlığa 500 nəfərdən yuxarı itki vermişlər və onların hücum əməliyyatı orada alınmamışdır. Bu da bizim Ali Başkomandanın uzaq görənliyi, Ali Başkomandanın bir komandan kimi bizə öz köməkliyin göstərməsi o istiqamətdə bizi demək olar ki, növbəti fəlakətdən qurtara bildi. Və o hava hücumlarının nəticəsində və şəxsi heyətin qəhrəmanlığı nəticəsində biz azad etmiş o yaşayış məntəqələri qoruya bildik və bugün də orada bizim əhali yaşayır. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəli. Elə bu məqamda Füzuli rayonu istiqamətində ağır qanlı döyüşlər başladı. Və bu döyüşlər müəyyən mənada uğurla sona yetdi. Çünki Füzuli rayonunun 22 kəndi bu döyüşlərin sonunda azad olundu. Amma dağlara doğru irəliləyərək yenicə səfərbər olan qüvvələr, hələ o qədər də döyüş təcrübəsi olmayan qüvvələr bu əməliyyatları sona qədər davam etdirə bilmədilər. Yəni, işğalda olan rayonlarımızın azad olunmasıyla nəticələnmədi bu döyüşlər. Mənim də jurnalist olaraq iştirakçısı olduğum o döyüşlərin mənzərəsini canlandırmaq, təsəvvürünüzdə o döyüşlərin mənzərəsini yaratmaq üçün müharibəni olduğu kimi göstərəcəyik. Beləliklə, müharibə olduğu kimi Horadiz əməliyyatı, Füzuli istiqamətində gedən döyüşlər. Bugün yeni qədəm qoyduğumuz 94-cü ilin 10-cu günüdür. Dayandığımız torpaqlar, operatorumuz Seydağa mövsümlü etibar şirkəti və çəkiliş qrupumuzla gəlib dayandığımız bu torpaqlar bir müddət qabaq erməni işğal altındadır. İndi isə torpaqlarımız barıt qoxusu versə də bu torpaqlar Horadiz torpağı azad nəfəs alır. Dayandığımız bu yerdən Füzuli rayonunun böyük bir ərazisinin, konkret olaraq Horadiz qəsəbəsinin işğaldan
azad olunması haqqında xəbər vermişdik. Və xatırlayırıq ki, ordumuz Qarabağ müharibəsində əsaslı dönüş yaratmaq üçün bu istiqamətdə böyük hücumlu əməliyyatlar həyata keçirdilər. Давай, заряжай еще. İndi saat burada ağır gərgin döyüşlər gedir. Burada jurnalistin necə dayanmağı, mikrofon tutub-tutmamağı düşünülmür artıq. İndi siz özünüz görürsünüz. Burada döyüşən oğlanların qeyrətinə biz hamımız belə döyüşürük. Təəccüb qalırıq. Bax, bizim xalqımız belə döyüşür. Etmar onu, eğil. Etmar. Yaralanı bir. Siz Marş hərbi proqramına baxdınız. Silahlı qüvvələrimizin qələbə soraqlı marşını izləmək qismət olsun hamımıza. Torpaqlarımızı azad, Azərbaycanımızı bütöv görmək arzusuyla salamat qalın.